Salam dostlar. Bugünkü gördüğümüz işlerden biri olacak. BMW Y60 Kuzadır. Karabkada problemi var. Gördüğünüz kimi də şestin işarəsidir. Gəlir bax bu Karabkanın qəza rejimdə işləməsinin işarəsidir. İndi diaqnostik edirəm. Sonda problemin nədən olduğunu göstərəcəm sizə. Dostlar, diaqnostik elədim. Səhvini tapdım. Sildim. İndi səhvi yoxdur, belə deyək də, aşıbqası yoxdur orada. Diaqnostikada səhvi o idi ki, birinci, ikinci, üçüncü keçidlərdə problem var. Onun da çox problemi təcrübəyə də əsaslanıb, onu deyə bilərəm ki, Karabkada ötürücü qutusunda alt beyindən olur, alt beyindən çıxır bu, sonra alt beynin üzərində klapanlar olur, onlarda problem olur, sonra bublikdə problem olur. Yəni bunu yönləndirirəm Karabka ustasının yanına, sürətlər qutusunun təmin edən yanına. O sökəndə konkret biləcək ki, nədəndir. Ən pis halda beyindir, ən yaxşı halda da beynin üzərində klapanlar var. Onlardan da onu təmin edib düzəltəcək. Sağ olun dostlar, kimin sualı olsa şərh bölməsinə yazıb cavablandıram.